Salam xanımlar, kanalıma və yeni vloguma xoş gəldiniz. Necəsiniz? İnşallah hər biriniz yaxşı olarsınız. Bugünkü vloga Faverlik sifarişlərimi sizə göstərməklə başlamaq istədim. İndi isə keçək sifarişlərimə. Burada gördüyünüz kimi uşaqlar üçün şampon sifariş vermişəm. Bunu artıq dəfələrdir istifadə edirəm. Həm ətri çox gözəldir, ikisi birindədir. Həm duş geli, həm şampon olaraq istifadə oluna bilir. Razı qaldığım üçün təkrar sifariş verdim. Saçlarım töküldüyü üçün bu formada biberli saç maskası və saç balzamı sifariş vermişəm. İstifadə etdikdən sonra fikirlərimi də sizinlə bölüşəcəm. Bu formada ləkə çıxarıcı sifariş verdim. Mən bunu hər dəfə demək olar ki, sifariş verirəm. Çox gözəldir. Ləkəli olan hissəyə biraz püskürdü, biraz sürtürsüz və atırsız maşına çox gözəl formada təmizləyir. Bu formada qoxusu və çoxdandır istədiyim kompakt pudranı sifariş verdim. Rəngini isə öz dərimə uyğun seçmişəm. Teksturası çox yumuşaqdır. Çox yüngül və zərif qablaşdırılması var. Mən çox sevdim. Bu formada günəş kremi sifariş vermişəm. Məndə qarışıq dəri tipi olduğuna görə 50 SPF sifariş verdim. Siz dəri tipinizə uyğun 30 SPF-də sifariş verə bilərsiniz. Çox qatıdır. Biraz vurduqda kifayət edir. SPF-i dərindən təmizləmək üçün bu formada yağlı təmizləyici sifariş verdim. Mənim sifarişlərim bu qədər. Mən hər zaman Faberlikdən sifariş verirəm. Həm də orijinallığından çox əmin olduğum üçün Faberlikdən hər zaman sifariş verməyə çalışıram. Məhsullarından da çox razıyam. Siz də əgər kataloqdan da aşağı qiymətə məhsullar sifariş vermək istəyirsinizsə, ekrandakı nömrə ilə əlaqə saxlayın, qeydiyyatdan keçin və kataloqdan da aşağı qiymətə məhsulları əldə edin. İndi isə keçək videomuzun davamına. Şeffaf olsun. Bir alkışlar gelsin beyimizin yerimizin şerefine. Şerefeti süzdürür mehbbet bağlı.
İndi isə xanımlar yarpaq yığmaq istəyirəm biraz. Bugün yığım, sabah inşallah yarpaq dolması bişirmək istəyirəm. İndi isə xanımlar sizə hazırladığım kəsməyi göstərim. Bu formada bir gün gözlətdim. Tamam çöktü. Gördüyünüz kimi bu formada kəsmiklər alındı. İndi isə bunu süzəcəm. Bir daha salam xanımlar. Dünən yarpaqlarımı yığdım, sizə də göstərdim. İndi isə bükdüm, qazanıma yığdım və bu formada qoyacağam bişsin. Vlogumu artıq sonlandırmaq istəyirəm. Bu vlog biraz qarışıq oldu. Hər şeydən biraz. İnşallah bəyənmişsinizdir. Hər birinizə maraqlı olar. Əgər vloqlarımı sevərək izləyirsinizsə, takip atmağı, bəyənməyi və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Gələn vloqlarda görüşənədək hələlik.